Salam herkese. Bugün sizler için yukarı yaş grubu yarım final riyaziyyat suallarının izahlarını verəcəyik. Qeyd eləyək ki, bu suallar 2026-cı il fevral ayının 28-də düşən yarım final suallarıdır. Hər il yarım finalda 30 problem olduğu təqdirdə bu il 20 problem düşübdür və bu problemlər səviyyəcə keçən illərə nisbətən qat-qat aşağı səviyyəli suallardır. Yəni demək olar ki, rayon şəhər turu səviyyəsində problemlərdir. Bunun olmasının səbəbi ola bilər ki, ilk dəfədir ki, 20 suala keçid edilir deyə suallar səviyyəcə düşürülə bilər. Bu da keçid balını əlbəttə ki, kəskin sürətlə artırır, çünki yüksək bal toplayan şagirdlər daha çox olur. Vaxt itirmədən keçək suallarımızın izahına. Qeyd olunduğu kimi sadə bir problemdir. Birincisində t deyəcəyik, x üzərinə 1 böl x-ə t deyəcəyik, t kvadrat minus 6t plus 9 bərabər 0-dır. Bu da t minus 3-ün kvadratı bərabərdir 0-dır. Buradan t-ni 3 tapacağıq. t 3 olduğu təqdirdə x plus 1 böl x bərabərdir 3-dür. Buradan da görsənir ki, x-in kvadratı üzərinə 1 böl x-in kvadratı x üzərinə 1 böl x-in kvadratı çıx 2-yə bərabərdir. Çünki bunu kvadratı yüksəltəndə bu şəkildə ifadə alınır. Burada doğruca C variantı olacaqdır. İkinci sual sadə bir sigma sualıdır. Fx funksiyasını biz yaza bilərik ki, 1 bölünsün x plus 4, x plus 5. Buradan da biz sürəti məxrəcdəki vuruqların fərqi formatına göstərsək, bu şəkildə ifadə alınacaqdır. X plus 5. Buradan da x plus 4 çıxılsın 1 böl x plus 5 alınacaqdır. Daha sonra dəyərlər versək, 1 versək olacaq 1 böl 5 çıx 1 böl 6. 2 versək 1 böl 6 çıx 1 böl 7. Bu şəkildə axırda 2026 versək olacaqdır. 2030 çıxılsın 2031. Buradan altta birlər, 7 birlər islah olunacaq, qalacaq 5 vur 2031-də 2031 ilə 5-in fərqi, yəni 2026, yəni A variantı. Üçüncü sualda isə bu ifadə əlbəttə ki, gördüyünüz kimi mənfi 1-dən böyük, 1-dən kiçik qiymətlərdə daima müsbət bir ifadə alınır. Məsələn, mənfi 0.5 və s. versək, müsbət olacaq. Müsbət olduğu təqdirdə olduğu kimi açacağım həmin ifadəni. Bu da modulun içərisindədir. Hər birinin elə bir modulunu açacağım. A plus 2 də əlbəttə ki, mənfi 1-dən böyük, 1-dən kiçik qiymətlərdə daima müsbət olduğu üçün bu da müsbət çıxacaqdır. Burada qalır A minus 1 modulca üzərinə A plus 2. A minus 1 də mənfi olacaqdır. Çünki A 1-dən kiçikdir. O zaman 1 çıx A plus 2 olacaq. Doğruda 3 D variantı. Dördüncü sualda isə A kub plus B kub bildiyimiz kimi A plus B vurulsun A plus B'nin kvadratı minus 3AB olacaqdır. Əlbəttə ki, A kvadrat plus B kvadratı da A plus B'nin kvadratı minus 2AB'dir. Buradan görsənir ki, biz AB'ni tapa bilərik. Yəni 11 bərabərdir 25 çıxılsın 2AB'dən. Biz buradan AB'nin 7 olduğunu tapa bilərik. AB 7 olduğu təqdirdə A plus B 5'dir. Qoyacaq yerinə doğru cavab 20 alınacaqdır. 5-ci sualda əlbəttə ki, doğru cavab C variantıdır. Çünki ardıcıl burada 2 dənə natural ədədin hasilidir. A vur A plus 1. Ardıcıl 2 natural ədədlərdən də hökmən biri cüt ədəddir. 6-cı sualda 21, 91 ixtisar olunur 7-yə. 3 ilə 13 qalır. X minus Y 3, X plus Y 13 olur. Nə bilim, buradan da X'i tapmış olacaq D variantı. Burada isə A plus B ədədi ortası aynı C ədədi ortası B'dir. A plus C 2B'yə bərabər olacaqdır. Qoysaq yerinə B'ni 2 tapacaq. B 2 olduğu təqdirdə B'nin yerinə 2 yazsaq, qarısı 48 olacaq, yəni 40 olacaqdır. A plus C də əlbəttə ki 4 olacaqdır.
buradan artıq biz hər birini tapa bilərik. A plus B bu da A plus C vurulsun A plus C'nin kvadratı minus 3A C olacaqdır. A plus C 4'dür. Yerinə yazacağıq. Bu 40'a bərabərdir. A plus C 4'dür. 4 vur 4'ün kvadratı çıx 3AC bərabərdir 40. Buradan görsənir ki AC 2'ye bərabərdir. Bizdən həndəsi ortadan soruşur. Yəni kök altı AC soruşulur. Burada kök 2'ye bərabərdir. C variantı doğru cavabdır. Daha sonra 8-ci suala baxaq. Bir məntəqədən eyni istiqamətdə sürəti 40 olan və bundan nə qədər çoxdur yazılıb? Aha. 25% çox olan digər avtomobil yola düşür. Aha, sonra həmin məntəqə demək belə eləyək də bunu yəni şəklini çəkək səliqəli formada və bunu izah edək. Demək bu bir yolumuzdur. Demək birinci avtomobil 40 km/saat sürətlə hərəkət eləyir. Digər avtomobil isə bundan 25% çox, yəni 50 km/saat sürətlə hərəkət eləyir. Qeyd olunur ki, 30 dəqiqədən sonra həmin məntəqədən həmin istiqamətdə 3-cü avtomobil yola düşür. 30 dəqiqədən sonra əlbəttə ki, bunlar 30 dəqiqə yolda olublar da, doğrumu? Bu avtomobillərimiz 30 dəqiqə yolda olublar. Misal üçün 30 dəqiqə yolda olsalar, əlbəttə ki, birinci avtomobil gedəcək 20 kilometr, ikinci avtomobil gedəcək isə 25 kilometr. Yəni bunlar arasındakı məsafədə 5 kilometr olacaq. Hal-hazırda ikinci avtomobil buradadır, birinci avtomobil də buradadır. Və daha sonra buradan misal üçün hər hansı bir V3 sürəti ilə hərəkət edən avtomobil yola düşür. İndi isə biz buradan V3'ün sürətini tapmalıyıq. Aha. Əlbəttə ki, biz burada nə edə bilərik? Qeyd olunur ki, birinci avtomobili ötüb keçdikdən 1.5 saat sonra ikinci avtomobili də ötüb keçir. Üçüncü avtomobilin sürətini tapır. Demək, birinci avtomobili ötüb keçdikdən 1.5 saat sonra ikinci avtomobili ötüb keçmişdir. Aha, əlbəttə ki, biz öncə bilməliyik ki, bu birinci avtomobili bəs hansı zaman sonra keçib? Əlbəttə ki, birinci avtomobili əgər T zaman sonra keçibsə, ikinci avtomobili əlbəttə ki, bundan 1.5 saat sonra, yəni T2 bərabərdir T plus 1.5, yəni bu artıq ikinci avtomobili keçdiyi zamandır. Çünki birincisini artıq T zaman sonra keçibdir. Yəni bunu nəzərə almaq lazımdır. Əlbəttə ki, burada birinci avtomobil də əlbəttə ki, əvvəl 0.5 qədər yolda olub, sonra hər hansı bir T1 zamanı qədər yolda olubdur. Yəni belə deyək də, burada T1 zamanımız da T'yə bərabərdir. Bunu nəzərə alaq. Bundan sonra birinci avtomobil yəni qət etdiyi məsafə 0.5 üzərinə T1, yəni 0.5 üzərinə T qədərdir də, doğru mu? Yəni bunu bu şəkildə qursaq, V1 sürətimiz nəyə bərabərdir? 40'a. 40 vurulsun 0.5 üzərinə T. Bu qədər məsafəyə buna bir T1 deyildi, fərqi yox. T1 onsuz da T'yə bərabərdir. Digər avtomobil, yəni bunlar, yəni bu nə deməkdir? Bu üçüncü avtomobilin birinci avtomobili yəni çatdığı və ya keçdiyi məsafədir. Biz onu hesablayırıq ilk öncə. Əlbəttə ki, bu da bərabərdir V3 vurulsun həmin T1 müddəti qədər getdiyi yol. Daha sonra isə əlbəttə ki, bu birinci tənliyimiz olacaqdır. Bu məntiqlə biz ikinci tənliyi də qurmalıyıq. Belə ki, indi biz bilməliyik ki, ikinci avtomobili nə qədər müddəti keçib. Əlbəttə ikinci avtomobil isə 50 vurulsun T2 qədər. Yəni 0.5 üzərinə T2 qədər. Yəni belə deyək də T1 üzərinə 1.5 üzərinə 0.5 qədər zaman sonra ikinci avtomobil keçib. Bu da əlbəttə ki, bərabər olacaq. Üçüncü avtomobilin sürəti vurulsun əlbəttə ki 1.5 saat sonra ikincisini keçibsə, əlbəttə ki T plus 1.5 olacaqdır
Bu qədər sadə bir məntiq olacaqdır. Əlbəttə ki, bu tənliklər sistemini biz hesablamalıyıq. Qeyd edək ki, T1 ilə T'lər eyni olduğundan elə T formasında da göstərə bilərəm. Yəni bunu T1 yox, elə T də göstərib yaza bilərəm. Aha. Bu iki tənliyi hesablasaq, biz burada bunları bir-birinə bərabərləşdirsək, biz T-ni tapmış olacağıq 1. T-ni 1 tapmış olduqdan sonra, yerinə yazandan sonra biz artıq 3-cü avtomobilin sürətini tapmış olacağıq. 3-cü avtomobilin sürəti də əlbəttə ki, bildiyiniz kimi ümumi yolun zamana nisbətidir, yəni 1-ə nisbətidir. Ümumi yolda əlbəttə ki 20 plus 40 T'dir. S bərabərdir 20 plus 40 T'dir. Yəni bu ümumi yolumuzdur. Yəni S-i böləcəksiniz bu 1-ə, doğru cavab olacaqdır. 60 A variantı doğru cavabımız olacaqdır. 9-cu sualda bildiyiniz kimi biz bu lemmadan istifadə edəcəyik. Lemma A kvadratı plus B kvadratı plus C kvadratı böyük bərabərdir A plus B plus C-nin kvadratı bölünsün 3 düsturundan istifadə edəcəyik. Həmçinin bu qüvvət ortasından da gələn bir nəticədir. Yəni bu ixtiyari ABC həqiqi ədədləri üçün doğrudur. Yəni bunu əsaslandıra da bilərik. Çünki yəni assanız buradan artıq A kvadrat plus B kvadratı plus C kvadratı böyük bərabərdir AB, AC plus BC alınır. Bu da ixtiyari həqiqi ədədləri üçün doğrudur. Həmçinin Tito lemmasından da bunu əsaslandıra bilərik. Bundan sonra görsənir ki, yerinə yazsaq, burada A plus B plus C cəmi kiçik bərabər olacaq kök 3. Doğrudan C variantı. Həmçinin bu qüvvət ortasının Q-nün 2, P-nin 1 qiyməti üçün olan qiymətlərdir. Sayda uyğun olaraq 3-ə bərabərdir. 10-cu sualda qeyd olunur ki, BD 3-dür, CD 5-dir, YD kök 10-dur. Bu şəkildə AY də YS-yə bərabərdir. Bizdən A, B-ni soruşur. Bunlar bir-birinə bərabər olduğu üçün elə buradan orta xətt çəksək, bu BC-ni də yarıya böləcək. 3 plus 5 8 elədiyindən yarısı 4 eləyəcək. Əlbəttə ki, o zaman bura 1 düşəcək, buradan burada 4 düşəcəkdir. Bura əgər kök 10-dursa, 1 buradırsa, əlbəttə ki, 3 də buradır. Həmçinin bu orta xətt olduğundan, çünki biz buna paralel endirmişik də, biz YF-i orta xətt etmişik. Belə ki, A C-ni yarıya bölürsə, B C-ni də yarıya bölməlidir. 3 burası, 6 da bura düşür. C variantı, çünki orta xəttdir, qeyd etdiyimiz kimi. 11-ci sualda isə mod 4 ilə ifadəni həll edə bilərik. Mod 4-ə baxdığımız təqdirdə, gəlin hər tərəfinin mod 4-ə baxaq. Görsən ki, bu 0-dır, bu da 0-dır, x kvadrat bərabərdir, 134 də 4-ə bölünəndə 2 qalığını veriləcək, mod 4. Heç bir tam ədədin kvadratı 2 mod 4 verə bilməz. Yadda saxlamaq lazımdır ki, x əgər bir tam ədəddirsə, x-in kvadratı 4-ə bölünəndə 0, 1 mod 4 ola bilər. Yəni, burada bu tənliyin həlli yoxdur. Buna diafonal tənliklər üçün ziddiyyət metodu adlandırırdıq. Bu şəkildə biz bunu həll edə bilərik. Keçək digər suala. 12-ci suala baxaq. Qeyd olunur ki, x, y setlər verilib və deyir ki, bu ifadənin dəyərini tapmaq lazımdır. Mən istərdim ki, bunu səliqəli formada bir fayl açım və faylın içərisində yerləşdirim. Demək, burada nə edəcəyik? Demək, ilk öncə nə edəcəyik? Biz, misal üçün, x, y-in yerinə birinci ifadədə, yəni bizim məqsədimiz nədir? Eyni ortaq məxrəcdə olan ifadələr formatına yazmalıyıq. X plus 1 bölünsün, x, y-in yerinə biz yazacağıq 1 böl z. 1 böl z üzərinə x plus 1. Bu ifadəmiz də olacaqdır nə? Bu ifadəni hesablasaq, nə alınacaq? Zx plus 1 olacaqdır. Yəni, belə deyək də, yəni hər tərəfini z-ə vuracaq. Bu şəkildə edə bilərik. Sadəcə indi bizim məqsədimiz burada hər hansı bir məxrəcin eyniləşdirməsini tətbiq etməliyik. Gəlin, misal üçün, hər hansı birini seçə bilərsiniz. Birincisini də seçə bilərsiniz, ikincisini də seçə bilərsiniz.
üçüncüsünü də seçə bilərsiniz. Gəlin ilk y plus 1-dən başlayaq. Y plus 1 buradakı əlbəttə ki, biz y z-in yerinə yazacağıq. Y z-in yerinə yazacağıq biz 1 bölünsün x. Bu şəkildə yazaq. Sonra isə daha sonra x plus 1 üçün də həmçinin, digərləri üçün də həmçinin yazmaq olacaq. Y z-in yerinə yazdıq 1 bölünsün x üzərinə y plus 1. Bu ifadəmiz olacaq y plus 1. Hər tərəfini gəlin x-ə vuraq. O da x y plus 1 bölünsün 1 plus xy plus x olacaq da. Sürət və məxrəci mən burada x-ə vurdum. Daha sonra nə edək? Bu qalsın. Baxın, fikir versəz artıq biz birinci kəsrə bunu oxşatmışıq. İndi biz üçüncüsü üçün də eyni formada bura gətirməliyik. Demək, üçüncü kəsirimizdə z plus 1 böl xz plus z vardır. Gəlin burada nə edək? Burada da biz misal üçün z-in yerinə yaza bilərik ki, 1 bölünsün xy yaza bilərik. Z-in yerinə yazsaq 1 böl xy və ya belə deyək də, biz burada elə ondansa belə eləyək də, z-lərin getməsi üçün belə eləyək. X-in yerinə biz yazaq 1 bölünsün yz. X-in yerinə 1 böl yz yazsaq, bu z-lər gedəcək və bizim ifadəmiz qalacaqdır nə formada? Yəni yazaq bunu z plus 1 bölünsün, təbii ki buradan z-lər getdi, 1 böl y üzərinə z plus 1 olacaqdır. Hər tərəfini biz y-ə vursaq, olacaq, yəni sürət məxrəci y-ə vursaq, bu şəkildə bir ifadə alınacaqdır. Daha sonra isə biz nə edə bilərik? Biz bu ifadəni gərək bura gətirək. Yəni 1 plus xy plus x-ə gətirməliyik. Bunun üçün də əlbəttə ki, çox sadə. Z gördüyümüz yerə 1 bölünsün x, y yazacağıq. Biz burada z gördüyümüz yerə, yəni bunu silək. Z gördüyümüz yerə 1 böl x, y yazsaq, artıq sualımız bitəcəkdir. O zaman məxrəcimiz yz plus y ifadəmiz olacaqdır. Biz bu ifadəni sadələşdirməliyik. Yəni bundan sonra isə sual bitəcəkdir. Yəni burada artıq sual bitdi. Z-in yerinə 1 böl xy yazsaq, olacaq 1 plus y vurulsun 1 böl xy plus y olacaqdır. Və ifadə olacaq 1 plus 1 böl x üzərinə y olacaqdır. Yuxarıda da həmçinin yəni burada görsənir ki, bu şəkildə alınır. Daha sonra yz, yəni üçüncü ifadəni elə bu ifadənin özündən söhbət gedir. Biz məxrəci artıq tapdıq. Qoyaq bunun yerinə, məxrəcdə qoyaq yerinə, olacaq 1 plus 1 böl x üzərinə y bərabər olacaqdır. Hər tərəfini x-ə vurduğumuz təqdirdə xyz plus xy bölünsün 1 plus xy plus x olacaqdır. Xyz də 1-ə bərabərdir. Artıq sual bitmiş oldu. Demək, birinci kəsirimiz oldu x plus 1 bölünsün xy plus x plus 1. Daha sonra ikinci kəsirimiz oldu xy plus, yəni ikinci kəsirimiz artıq budur, plus x bölünsün 1 plus xy plus x plus üçüncü kəsirimiz də oldu nə? 1 plus xy olacaq 1 plus xy bölünsün 1 plus xy plus x olacaqdır. İndi isə biz burada verilmiş ifadəni ortaq məxrəci gətirib sadələşdirdik. Buradan da bizim cavabımız olacaqdır. Görsənir ki, məxrəcdə oldu 1 plus xy plus x, sürətdə oldu 2 dənə burada olacaq x, 2 dənə xy və 2 dənə də 1. Buradan bunlar ixtisar getdikdən sonra doğru cavabımız olacaqdır. 2 D variantı olacaqdır. 13-cü sualda isə biz şərtə uyğun bir şəkil çəkək, tapaq.
ABC 3 bucağımız olsun, ABC 3 bucağımız olsun ve BD medianımız olsun. Mediandır. Qeyd edilir ki AB 2'dir, BS 2 kök 2'dir, BDS bucağı 30 dərəcədir. Olarsa ABS'nin aşağıdaki hansı? ABC aşağıda. Buna bir alfa bucağı qeyd etsək, biz burada sinüslər teoremindən istifadə edə bilərik. Misal üçün bu bucağı bir beta desək, bura 180 minus beta olacaqdır. Sinüslər teoreminin köməyi ilə mən, misal üçün bura bir A tərəfi desəm, burada A tərəfi olsun. Bu üç bucaq üçün sinüslər teoremindən A bölünsün sinüs alfa bərabərdir 2 bölünsün sinüs beta. Daha sonra bu üç bucaq üçün də həmin sinüslər teoremini tətbiq etsəm, 2 kök 2 bölünsün sinüs 180 minus beta ilə sinüs beta deməkdir. Bərabərdir A bölünsün sinüs 30. Bu iki tənliklər sistemini görürsünüz ki, biz buradan A vurulsun sinüs betanın yerinə yaza bilərik ki, indi burada da fikir versəz A vurulsun sinüs betadır. 2 kök 2 vur sinüs 30 dərəcə. Yəni tənasüblə biz buradan A sinüs betanın 2 sinüs alfa olduğunu tapırıq. Aşağıdakı tənlikdə isə 2 kök 2 sinüs 30 dərəcəyə bərabər olduğunu tapırıq və buradan sinüs alfanın 1 böl neçə alınacaq burada? Yəni sinüs alfa burada olacaq, kök 2 bölünsün 2 olacaqdır. Bu da 45 dərəcədə və ya 135 dərəcədə mümkündür. Əlbəttə ki, alfa burada 45 dərəcə olacaq. Doğru cavab Y variantı. Ümumi bucaq 75 dərəcə olacaqdır. 14-cü sualda isə əlbəttə ki, nə edə bilərik biz? Biz hər tərəfini 4'ə də vura bilərik ya da birbaşa olaraq hesablaya bilərik. Misal üçün, hər bir üçün düstur təyin eləyək. Belə ki, yuxarıdakı ifadə 2K plus 1'in üstü 4 plus 4'də 1'dir. Bu da Sofya German tipli tənliklərdir, bildiyiniz kimi. Yəni, istəsəniz ən sadə üsulundan yazsaq əgər bu ifadəni, gəlin bütün kəsirin sürət və məxrəcini 4'ə vuraq. Belə ki, biz bunu da 4'ə vuracaq, bunu da 4'ə vuracaq. Məqsəd nədir? 4'də 1'dən qurtulsun da, yəni daha sadə bir forma alsın. Ona görə o şəkildə yazırıq və o formada daha rahat olacaqdır. Gəlin yazaq. 4'ə vursaq əgər bu ifadəni olacaq. Birinci ifadə olacaq 4 vur 1 üstü 4 plus 1. Digər ifadə olacaq sürətdən söhbət gedir. 4 vur 3 üstü 4 plus 1. Bu şəkildə davam eləyəcək. 4 vur 11 üstü 4 plus 1. Məxrəci də olacaqdır. 4 vur 2 üstü 4 plus 1. Daha sonra olacaqdır 4 vur 4 üstü 4 plus 1. Bu şəkildə 4 vur 12 üstü 4 plus 1 olacaqdır. Aha, bu da bildiyimiz kimi 4A üstü 4 plus 1 ifadəsi bildiyimiz kimi Sofya German tənliyidir və bu şəkildə bu şəkildə vurğulara ayırma mümkün idi. Bunu bu şəkildə yazırdıq və bu da 2A kvadrat 2A plus 1 2A kvadratı plus 2A plus 1 kimi vurğulara ayrılırdı. O zaman biz sürətə bunu tətbiq etsək, görəcəyik ki 2 vur, yəni birinci ifadəni yazsaq, 2 vurulsun 1'in kvadratı minus 2 vur 1 plus 1 vurulsun 2 vurulsun 1'in kvadratı plus 2 vur 1 plus 1. Bu məntiqlə digər ifadələri də bu şəkildə yazaq. Olacaq. Bu ifadəni yazsaq əgər A'nın yerinə 3 qoyacaq. 2 vur 3'ün kvadratı minus 2 vur 3 plus 1 vurulsun 2 vur 3'ün kvadratı plus 2 vur 3 plus 1. Bu şəkildə davam eləyir. Məxrəcdə də həmçinin biz 2 yazmış olacaq. Olacaq 2 vurulsun 2'nin kvadratı minus 2 vur 2 plus 1. Yəni biz elə bir burada ifadədə cüt qiymətlər yazırıq da. İndi 2 yazırıq. 2 vur 2'nin kvadratı plus 2 vur 2 plus 1. Görsənir ki, bunların hədləri eyni olur. Sonra 4 yazırıq. 2 vurulsun 4'ün kvadratı minus 2 vur 4 plus 1.
vurulsun 2 vur 4'ün kvadraты plus 2 vur 4 plus 1. Bu şekilde sade bir ifadedir. Sadece biraz uzun görsənə bilər. Buradan sonra isə ixtisarlarımız gedəcəkdir. Hər bir ifadənin qiymətini hesablasanız görəcəksiniz ki, bunlar əslində eyni qiymətlərdir. Misal üçün hesablayaq. 2 vur 1'in kvadratı minus 2 vur 1'dən yuxarıdakı ifadəni 1 alacağıq. Digər vuruğu hesablasaq 2 plus 2 4 5 eləyəcək. Digər ifadədə isə 2 vur 3'ün kvadratı çıx 2 vur 3 plus 1'dən olacaqdır 18 çıxılsın 6 plus 1. Yəni 19 çıx 6 13 eləyəcəkdir. Yəni bu ifadədən söhbət gedir. 18 çıx 6 12 üzərinə 1 13. 2 vur 3'ün kvadratı 9. 9 üzərinə 6 15. O da 1 16 olacaqdır. İndi hamısını mən yazmayacağım. Bu şəkildə məxrəci də alınacaqdır. Görsənir ki, burada 3 alınacaqdır. Daha doğrusu bu neçə alınır? 8 alınır. 8 çıx 4 plus 1 eləyəcək 5. Digər ifadə isə 13 alınır. Fikir versəz 8 plus 4 vurur 13. Görürsünüz ki, digəri 16 alınır. Bu şəkildə davam eləyir. Bir tək ixtisar getməyən sonuncusu qalacaqdır. Bu da olacaqdır. Burada da sürətdə də 1 qalacaqdır. 1 bölünsün 313. Doğru cavab D variantı olacaqdır. Bu qədər sadə. Burada görsənir ki, bura alfa verilib. Qeyd olunduğu kimi. Burada 2 alfa verilib. Bura 17 verilib. Biz 2 alfa lemmasına əsasən bunun xaricində alfa olacaq şəkildə bir bərabər yanlı üçbucaq qura bilərik. Belə ki 17 burası 17 də bura düşəcəkdir. Belə ki əgər bu tərəfə x demişiksə, tutaq ki burada x olacaqdır. Bu bərabər yanlı üçbucaq olduğu üçün alfa bərabər yanlı üçbucaq olduğu üçün buradan hündürlük çəksək bu oturacağı yarıya böləcək. 17 buradan burada harada 17 verilən? AB idi 17 verilən. 17 buradır. BS'de 33'dür. BS'de 33'dür. Toplam 17 üzerine 33 eləyəcək 50 bölsə 2 25 eləyəcək. Yəni buradan bura 25 olacaqdır. Buradan burada 25 olduğundan buradan bura 8 olacaq. 17 8 əlbəttə ki bura 15 olacaq. Bizdən ABC üçbucağın sahəsini soruşur. Tərəf buradır. Bu tərəfə çəkilmiş hündürlük də 15'dir. Demək tərəfimiz 33'dür. 33 vurulsun. 33 vur 15 böl 2 olacaqdır. Bu da Y variantı edəcəkdir. 16-cı sualda isə sigma bölməsinə aid bir sualdır. Ümumi bir düsturunu bunu tapaq. 1 plus 1 böl n kvadratı plus 1 böl n plus 1'in kvadratı olacaqdır. Belə ki n 1'dən başlayacaqdır 2026 kimi. Bu ifadəni sadələşdirək. Sigmanın işimiz yoxdur. N1'dən 2026 kimi kök altında burada olacaq n kvadratı vur n plus 1'in kvadratı, orta məxrəcə gətirirəm. Sürətdə olacaq n kvadratı vur n plus 1'in kvadratı plus n plus 1'in kvadratı üzərinə n kvadratı olacaqdır. Biraz diqqətli şəkildə düşünsək, sürət əslində n vurulsun n plus 1'in kvadratıdır. Bunu da görmək çox sadə bir şeydir. Yəni sürətdə alınacaq n vurulsun n plus 1'in kvadratı olacaqdır. Məxrəc də n kvadratı vur n plus 1'in kvadratı olacaqdır. N1'dən 2026 kimi. Beləliklə bu kökdən çıxaraq bu şəkildə bir ifadə alınır. Sigma n1'dən 2026 kimi n vur n plus 1 üzərinə 1 bölünsün n plus 1. Buradan da bu ifadəni bir məxrəc kimi yazsam 1 plus əlbəttə ki sigmamız vardır. Sigma n1'dən 2026 kimi bir məxrəc kimi yazsam n plus 1 bölünsün n plus 1 olacaqdır 1. 1 plus 1 bölünsün n plus 1 olacaqdır. Bu ifadədə də n-ə dəyərlər versə 1 versə 1 bölünsün 1 vur 2. 2 versə 1 plus 2 vur 3. Bu şəkildə davam eləyib 1 plus 2026 versək 1 böl 2026 vur 2027 olacaqdır. Tərəf-tərəfə toplasaq 2026 plus əlbəttə ki bu ədədlər də adi bir praktik üsulla hesablasaq 1 çıxılsın 1 böl 2027'də 1 qalınacaq. Bu da əlbəttə ki 2027 çıxılsın 1 böl 2027 olacaqdır. Daha sonra keçək
17-ci suala. X, Y, Z 4'tür. Bu şəkildə tapmaq lazımdır. Aha. İlk öncə mən nə edəcəm? X, Y yerinə 4 böl Z yaza bilərəm. X kvadratı plus o zaman olacaq 16 böl Z plus 4Y kvadratı plus 2Z kvadratı. İndi X kvadratı plus 4Y kvadratını da çalışacağım. Ədədi orta, həndəsi ortanı tətbiq etsəm, bu ifadə böyükdür 2 kök altda x kvadrat vur 4y kvadratından, bu da eləyəcək 4xy. 4xy-də uyğun olaraq yenidən 4xy-in yerinə 4 böl z yazsam 16 böl z olacaq. Demək, bu ifadəyə bir a desəm, o zaman a ədədim böyük bərabər olacaqdır 16 böl z üzərində 16 böl z plus 2z kvadratı. Aha. Artıq bundan sonra isə ədədi orta, həndəsi ortanı tətbiq etsək, sualımız bitəcəkdir. Ədədi orta, həndəsi ortaya əsasən bu 3-cü dərəcədən bunların hasili. 16 böl z vur 16 böl z, çünki hər biri müsbətdir. 2z kvadratı buradan da çıxır 8. 8 vur 3, daha doğrusu 24 çıxır. Doğru cavab C variantıdır. Bərabərlik halı isə tətbiq etdiyimiz bərabərsizliklərin hədlərinin bir-birinə bərabər olduğu halda mümkündür. Aha. 18-ci sualda isə əlbəttə ki biz nə edəcəyik? Bundan əvvəlki suallar hamısını izah etdik. Aha, heç bir sual qalmadı. Əla. 18-ci sualda burada çoxlu yazılar yazıb şagird. Dəftər sitəsində biraz çoxlu yazılar var deyə biraz qarışıq olur, amma buna baxmayaraq görə bilər. Görsənir ki, x-2 bunun vuruqlarından biridir. X-2 sağ tərəfi və sol tərəfi sıfıra çevirdiyi üçün sol tərəfi yerinə x-in yerinə 2 yazsam 2'nin kubu plus 2 vur a minus 10 bərabərdir 0 olur. A''nı tapdım 2. A''nı tapdım daha doğrusu 1. A 1 olandan sonra ifadəm olacaq x kubu plus x minus 10. Bu ifadənin vuruqlarına biri x minus 2'dir. Gəlin bunu adi bir budaqlı bölmə ilə x minus 2'yə bölək. Yəni x'in kubu plus x minus 10'u bölək x minus 2'ye. X'in kvadratı qədər bölünür. Çıxaq x'in kubu plus minus 2x'in kvadratı. Bunların fərqi olacaq 2x kvadratı plus x. Buradan əlbəttə ki 2x kvadratın getməsi üçün 2x'e vurmaq lazımdır. Olacaqdır minus 4x. Burada 2x kvadratı. Bunların fərqi olacaqdır 5x. 10 da düşsə bu 5 dəfə bölünür. Plus 5. Demək px'imiz bərabər olur. X kvadratı plus 2x plus 5. Buradan x'in yerinə 2 yazsaq, əlbəttə ki olacaqdır. 2'nin kvadratı 4. 4 vur 2. 2 vur 2. 4, 8, 5, 13 D variantı olacaqdır. 19-cu sualımıza baxsaq, qeyd olunur ki, hər komandada qeyd olunur ki, bir dəfə qarşılığı yaşayacağımı 18 komanda vardır. Demək 18 komandamız var. Münsiflər heyəti qələbəyə 3, heç eçəyə 1 və məğlubiyyətə 0 verir. Yarışın sonunda 18 komanda birlikdə 430 xal toplanmışdır. Münsiflər yeni xal sistemini tətbiq edərək qələbəyə 3, heç eçəyə isə 2 bal verərək, məğlubiyyətə isə 1 bal verəcəkdir. Aha, buna əsasən 18 komandada birlikdə eyni oyun nəticələri ilə neçə xal artıq toplamaq olar. Yəni demək, əvvəlki balla indiki bal arasındakı fərqi soruşur da belə məntiqən. Ümumiyyətlə neçə oyun mümkündür? Öncə onu tapmalıyıq. Bilməliyik ki, lemma olaraq qeyd etmişdik ki, n komanda varsa hərəsi bir-birindən bir dəfə oynamaq şərti ilə n-1 böl 2 qədər oyun mövcuddur. Bu da 18 vur 17 böl 2, 9 vur 17, bu da eləyəcəkdir 153 dənə oyunumuz mümkündür. İndi biraz məntiqən düşünsək, toplamdakı bütün oyunların sayı 153 dənədir. Bütün xalların sayı isə 430 dənədir. İndi biz öncə ikinci oyunu nəzərə alsaq, 3 xal verilir qələbəyə, 2 xal verilir məğlubiyyətə, 1 xal da verilir nəyə? Heç-heçəyə verilir də, doğru mu? Heç-heçəyə 2 xal verilir və məğlubiyyətə də 1 xal verilir. Demək,
İlk öncə biz qalib oyunlar ilə HCC oyunların saylarını tapacağıq. Daha sonra isə hər birini ayrı-ayrı da hesablayacağıq. Belə ki, toplamdakı oyunların sayına, misal üçün, birinə x deyirəm, birinə y deyirəm. Toplamda 100 neçə dənə tapmışdıq? 153 dənə oyunumuz var. Və birincisinə 3 xal verilir. Digərinə isə HCC, birinə x, buna qalib gəlmiş oyunlar, buna isə HCC-lərə deyilir. İndi onları ayıraq da məğlubiyyətləri də hesablaya bilərik. 3x plus HCC-yə 2 xal verdiyimiz üçün 2y bərabərdir 430 olacaqdır. Bu birinci halımız olacaqdır. Daha sonra isə məntiqən düşünsəniz, birinci halda isə 3 və 1 xal toplaya bilirsiniz. Yəni siz məğlub olsanız xal itirmirsiniz. Sadəcə 0 xal sizə verilir. İndi 153 oyun varsa toplamda 153 vurulsun 4. Yəni 3 oradan, 1 də HCC-dən 153 vur 4. Bu da eləyəcək 612 xal edəcəkdir. Biz buradan əslində bu tənliklər sistemi yazmasaq belə tapmış olacaqdıq ki, indi biraz məntiqən düşünmək olar ki, görürsünüz ki, əgər utsalar bunlara veriləcək xal maksimum neçə ola bilər? 4 xal, düzdürmü? Yəni ya bərabərə qalmalıdır, ya da utsalar 4 xal qazanacaqlar. Əgər fikir versəniz, burada biraz baxsaq görəcək ki, 3 xal burada ikinci halda qələbəyə verilir. HCC-yə də 2 xal verilir və məğlubiyyətdən isə 1 xal verilir. Yenidən əgər bunlar uçsalar, yəni toplamda qeyd edilir də, indi toplamda yenə 4 xal veriləcək də bunlara. Demək, əslində biz x, y-i tapıb da yaza da bilərdik, amma ümumi də qeyd edə bilər ki, 430 bal toplamda bal verilib də hər bir oyunun sonunda. O zaman biz 612-dən çıxacaq biz 430-u yekun olacaqdır 182 xal. Yəni bunlar arasındakı fərq bu qədər olacaqdır 182. Əslində bu biraz məntiqən yanaşılsa tapmaq olacaqdır. Həmçinin görürsünüz ki, bütün xallar burada 4 xal birinci halda da mümkündür, ikinci halda da mümkündür. Oradan əslində tapmaq mümkün idi. 20-ci sualda deyir ki, 3 adımı vermişdim, 11-ci adımda ulduz sayılı 10-cu. Görürsünüz, birinci halda ulduzların sayı 1 dənədir. Digərdə isə 5-6 dənədir. İkinci halda. Çünki baxın, bir dənə budur, 1, 2, 3, 4, 5 dənə də buradadır. 6 dənə də burada var. Digər halda isə baxaq, bir dənə, 2, 3, 4, 5, 6 dənə və 6 dənə və burada neçə dənə bu kənarda var. Yəni görsənir ki, bu kənarda olanların sayı hərəsində 5 dənədir. Hər bir təpədə 5 dənədir. 5 dəfə 5, 25 eləyir. 25 üzərinə bu 5, buradakı ulduzların sayı eləyəcək 30. Bu da ortadakı eləyəcək 31 dənə eləyəcəkdir. Görsənir ki, əslində ardıcıllığın düsturunu təyin etmək mümkündür. Belə ki, 1 olanda 5 üstü 0 olur. 6 olanda 5 üstü 1 plus 5 üstü 0 olur. 31 isə 5 üstü 2 üzərinə 5 üstü 1 üzərinə 5 üstü 0'dır. Belə məntiqən tapmaq olar ki, yəni ikinci addımsa 5 üstü 1-dən 5 üstü 0'a kimi. O zaman 11-ci hədd soruşulsa 5 üstü 10'dan nöqtə 5 üstü 0, yəni 1'ə kimi. 10-cu fərq soruşulsa 5 üstü 9'dan bu 5 üstü 1'ə kimidir. Yəni 5 üstü daha doğrusu 0'a, yəni 1'ə kimidir. Bunların fərqi eləyəcək 5 üstü 10. 5 üstü 10 bunların fərqi eləyir. 5 üstü 10 A ədədidir. A vurulsun bu ədədi neçə rəqəmlidir soruşur. A ədədini 5 üstü 10 tapdıq. 64 də 2 üstü 6'dır.
2 üstü 24, bundan da 2 üstü 12 çıxır. Vur, 5 üstü 10, 2 üstü 12 olacaq. Bu ədəddə 10 üstü 10 vurulsun 2'nin kvadratı olacaq. 4 yanında 10 dənə 0 olacaq. Doğru cavab isə 11 olacaq C variantı. Bu qədər. Bu suallar yəni olimpiyat səviyyəli problemlər deyil. Yəni əsl olimpiyat sayıla bilməz. Bundan sonra final imtahanıdır. Final hazırlığımıza qoşulmaq üçün 050 854 77 18 nömrəsi ilə əlaqə saxlayıb qoşula bilərsiniz. Hələlik.